Salam dostlar, hiç düşünmüsünüzmü ki dil əslində möhtəşəm bir binaya bənzəyir? Hər möhtəşəm binanın da möhkəm bir bünövrəsi olduğu kimi dilimizin də bir təməli var və bu təməlin adı fonetikadır. Gəlin danışığımızın ahəngini, musiqisini yaradan bu təməl daşlarını birlikdə kəşf edək. Düzünü deyək, bir insan danışmağa başlayanda onun haqqında dərhal bir fikir formalaşdırırıq, elə deyilmi? Onun necə danışdığı, sözləri necə tələffüz etdiyi bizim üçün çox şey ifadə edir. Hətta bəzən zəkası barədə belə bir qənaətə gəlirik. Məhz buna görə də dilin təməl qaydalarını bilmək bu qədər əhəmiyyətlidir. Baxın, elə bu fikirdən yola çıxaraq, gəlin dilimizi gözəl bir evə bənzədək. Bu evin divarları sözlərdir, damı isə cümlələr. Yaxşı, bəs bu evi ayaqda saxlayan nədir? Təməli, bünövrəsi. Hə, bax bu bünövrə fonetikadır. Unutmayaq, təməl möhkəm olmazsa, ən yaraşıqlı ev belə bir gün çökə bilər. Yaxşı, gəlin bu təməlin, yəni fonetikanın nə olduğuna biraz daha dərindən baxaq. O əslində nədir və bəlkə də daha vacibi, nə deyil? Gəlin aydınlaşdıraq. Baxın, bu çox yayılmış bir səhvdir. Fonetika deyəndə ağla ilk səs gəlir. Amma bu tam deyil. Fonetika bütün səsləri yox, yalnız və yalnız insanın danışarkən çıxardığı səsləri öyrənir. Yəni, mənim indi çıxartdığım səsləri. Amma quşun oxuması ya da suyun şırıltısı isə artıq fizikanın işidir. Ona akustika deyilir. Təməlin nə olduğunu bildik. İndi isə o təməli qurmaq üçün lazım olan materiallara, yəni evin kərpiclərinə baxmağın vaxtıdır. Bunlar da hərflər və səslərdir. Neçə hərfimiz var? Bəli, 32. Bunu yadda saxlamaq üçün belə bir məzəli yol var. Deyirlər, 32 dişimiz var, 32 də hərfimiz. Düzdür, elmi əlaqəsi yoxdur, amma yadda saxlamağa kömək edir. Amma bir dəqiqə, əgər 32 hərfimiz varsa, niyə 34 səsimiz var? O əlavə 2 səs hardan peyda oldu? Hə, bax bunlar k və x kimi səslərdir. Fikir vermisinizsə, çörək sözünün sonundakı k ilə traktor sözündəki k eyni səslənmir. Bax, bu incə fərqlər dilimizin səs zənginliyini göstərir. Yəni, məsələ çox sadədir. Hərf gördüyümüz işarədir, səs isə qulağımızla eşitdiyimiz, ağzımızla dediyimiz şeydir. Və bunu qarışdırmamaq üçün dilçilər səsləri həmişə bu kvadrat mötərizələrin içində yazırlar. Bu, bir növ səsin paspartıdır. Deməli, kərpiclərimiz, yəni səslərimiz əsasən iki cür olur. Bugün biz onlardan birinə, dilimizin musiqisini, ahəngini yaradan saitlərə fokuslanacağıq. Gəlin onların gizli dünyasına baş vuraq. Heç düşünmüşsünüz uşaqlar niyə ilk olaraq A, U kimi səslər çıxarır? Çünki saitləri demək çox asandır. Səbəbi də budur ki, onları deyəndə hava ağzımızdan heç bir əngələ rast gəlmir. Sərbəst axıb gedir. Sanki bir borudan keçir. Gəlin yoxlayaq, A səsini bacardığınız qədər uzun deyin. Görürsünüz, heç bir maniyə yoxdur. Azərbaycan dilində cəmi 9 saitimiz var. A, E, Ə, İ, I, O, Ö, U və Ü. Amma bu 9 kərpici düzgün istifadə etmək üçün onları yaxşıca çeşidləmək lazımdır. Gəlin, onları 3 fərqli xüsusiyyətinə görə qruplaşdıraq. Birinci çeşidləmə üsulu dilimizin vəziyyəti. Gəlin birlikdə edək. A deyin. İndi də E. Fərqi hiss etdiniz? A deyəndə dil arxaya çəkilir, bunlar qalın saitlərdir. E deyəndə isə dil önə gəlir, bunlar da incə saitlərdir. İndi ikinci üsul. Çənəmizə baxaq. Yenə A deyin. Görürsünüz, ağzınız necə geniş açılır. Buna açıq sait deyirik. İndi də I deyin. Fikir verdiniz? Ağız demək olar ki, qapanır. Bunlar da qapalı saitlərdir. Və nəhayət, üçüncü və sonuncu üsul. Dodaqlarımızın forması. O deyin və güzgüyə baxın. Dodaqlar dairəvi olur, büzülür, elə deyilmi? Bunlar dodaqlanan saitlərdir. İndi də Ə deyin, dodaqlar sərbəstdir, yayılır. Bunlar da dodaqlanmayan saitlərdir. Və budur. Bütün bu üç xüsusiyyəti birləşdirəndə bu möhtəşəm cədvəl ortaya çıxır. Artıq hər bir saitin 3 fərqli xarakteristikası olduğunu bilirik. Məsələn, O saiti həm qalındır, həm açıqdır, həm də dodaqlanandır. Bu cədvəl saitlarımızın sanki şəxsiyyət vəsiqəsidir. Materiallarımızı tanıdıq, çeşidlədik. Yaxşı, bəs bu kərpicləri bir-birinə nə bağlayır? Evin memarlıq planı nədir? Hə, bu plan dilimizin qızıl qaydası, dəmir qanunu olan ahəng qanunudur.
Ahəng qanunu əslində bir harmoniya, bir uyğunluq qanunudur. Qayda o qədər sadədir ki, deyir ki, bir sözün içində ya ancaq qalın saitlər olmalıdır, ya da ancaq incə saitlər. Qalınla incə bir yerdə eyni sözdə yola getmir. Qulaq asın, yazıçılar A, I, A hamısı qalındır. Bir-biri ilə necə də gözəl ahəng yaradırlar, elə deyilmi? Bu, milli sözlərimizə xas olan mükəmməl bir harmoniyadır. Yaxşı, bəs kitab sözü necə? İ incədir, A isə qalın. Ahəng pozuldu. Bu bizim üçün bir siqnal kimidir. Sanki bir dedektiv ipucu. Əgər bir sözdə ahəng qanunu pozulubsa, 99% ehtimalla o söz Azərbaycan mənşəli deyil, başqa dildən gəlmiş bir qonaqdır. Kitab sözü də ərəb dilindən gəlib. Deməli, evimizin təməlini qoyduq, memarlıq planını da öyrəndik, indi isə son toxunuşların vaxtıdır. Yəni, binanın fasadını rəngləmək, interyerini bəzəmək. Danışıqda bu, düzgün tələffüz və vurğu deməkdir. Qoşa saitlər bəzən adamı çaşdırır, amma qaydası çox bəsitdir. Əgər iki dənə eyni sait yan-yanadırsa, məsələn, saat sözündəki kimi, birini atıb digərini biraz uzadırıq. Saat. Yox, əgər saitlər fərqlidirsə, məsələn, ailə sözündə, aralarına sanki bir y səsi əlavə edirik. Ailə. İndi də vurğu məsələsi. Gəlin bir sözü götürüb onunla oynayaq. Məsələn, qərənfil. Gəlin vurğunu hecaların üstündə gəzdirək. Qərənfil, qərənfil, qərənfil. Hansı qulağa daha təbii gəlir? Əlbəttə ki, sonuncu. Bu da sizə bir qızıl qayda. Azərbaycan dilində sözlərin böyük əksəriyyətində vurğu həmişə son hecaya düşür. Yaxşı, bəs vurğu niyə bu qədər önəmlidir? Çünki bəzən vurğunun yeri bütün mənanı dəyişir. Baxın, mən alın desəm, bu bizim alnımızdır. Yox, əgər alın desəm, bu artıq götürün deməkdir. Görürsünüz, balaca bir vurğu fərqi sözün mənasını kökündən dəyişə bilir. Və beləcə, dil adlı evimizin təməlindən başlayıb, son bəzəklərinə qədər gəlib çatdıq. Gördüyünüz kimi, bütün bu qaydalar sadəcə imtahan sualları deyil. Bunlar bizim fikrimizi daha aydın, daha güclü və daha gözəl ifadə etməyimiz üçün bir alətdir. İndi sizə bir sualım var. Bu qaydaları bildikdən sonra danışdığımız dilin musiqisini daha fərqli duymağa başlamayacaqsınız ki,